İncir Ağayeva Cənub bölgəsində velosipeddən istifadə edərək işə gedən yeganə qadın. Onunla işdən evə qayıdarkən həmsöhbət olduq. Masallı'nın Musaküçə kəndində yaşayan müsahibim 14 ilə yaxındır ki, rayon kommunal təsərrüfatında çalışır. Deyir, əvvəllər işə həmişə piyada gedib gəlib, amma səhhətində yaranan problemlər onda velosiped sürməyə həvəs oyadıb. 2 il sürürəm, ayağım ağrıdığına görə piyada gəlib getməyim, gecə evə gəlməyim, qaranlığa düşürdüm. Amma velosipedlə tez gəlirəm evə. Sürə bilirdiniz ümumiyyətlə? Yox, bir günə, 2 günə öyrəndim. Bazardan dedim uşaqlara, dedim ucuz velosiped istəyirəm, yəni işə gedib gəlmək üçün. Bəli, uşaqlar köhnə velosipedi, köhnə velosipedi verdilər mənə. İncirə xanım deyir ki, onun bu addımını istər iş yoldaşları, istərsə də ailə üzvləri müsbət qarşılayıb. Etiraz eləmədim, dedim, lap yaxşı, sürürsən sür, sürür. Çətin olmadı ki, onu öyrənməyə, velosiped sürməyə? Yox, çətin olmadı. Elə 1-2 gün sürdü, yaxşı sürdü. Velosiped köhnə olsa da bu Ağayevlər ailəsinin sahib olduğu yeganə nəqliyyat vasitəsidir. İncirə xanım işə gedərkən bu velosipeddən istifadə etməklə yanaşı, həm də bu onun ailəsinin bazarlıq işlərində də işinə yarayır. Müsahibim biraz köhnə olan bu velosipedini indi yeniləmək istəyir. Buna görə də işdən sonra hədiyyə kimi hazırladığı əl işlərini artıq satışa çıxarmaq fikrindədir. Corablar toxuyuram, çarıqlar toxuyuram. Məktəbdən öyrənmişdim. Burada da lap internetdən istifadə elədim, internetdən öyrəndim. İncirə Ağayevaya tezliklə arzusuna çatması yol yoldaşının da ürəyincə olmasını diləyirik. Rəhman Məlikov, Aysən Ələkbərova, İTV Xəbər, Masallı.